İdmana çağırış kimi mən onu deyə bilərəm ki, hal-hazırda bilirsiniz ki, hər bir sahədə olduğu kimi idman sahəsində də peşəkarlar və qeyri-peşəkarlar təəssüf ki var və peşəkarlığı seçən, göstərən bir background var. Hər bir valideynə sözüm odur ki, uşaqlarını əmanət edərkən hər hansı bir məşqçini, istər məni, istər bir başqasını yaxşı formada araşdırsınlar. Bugünkü gün sosial şəbəkə dövrüdür, internet dövrüdür. Hər kəsi araşdırmaq çox asandır. Kim harda məşqə başlayıb, hansı lisenziyalara sahibdir, hansı sertifikatlara sahibdir, hansı və neçə il təcrübəyə sahibdir, bunu hamısını internetdən görmək olur, araşdırmaq olur və zaten yaxşı idmançının reklamına o qədər də ehtiyac olmur. Hər kəs bilir ki, kim kimdir və təəssüf ki, zaman-zaman xəbərlərdə də eşidirik ki, hansısa bir zalda bir bədbəxt hadisə baş verir və s. Bu tip halların olmaması üçün peşəkar məşqçilərə müraciət etmək önəmlidir və bu son dərəcə önəmlidir. Çünki son zamanlarda biz də baxırıq, sosial şəbəkə inkişaf etdiyi kimi, xeyri olduğu kimi eyni zamanda çox zərərli tərəfləri də var. Məsələn, yerindən duran bir şəxs sadəcə bir video açıb deyə bilir ki, məsələn, filan idman belədir, filan idman belədir, belə olmaz, elə eləyərlər. Yəni, hər kəs hər şey şunas olduğu üçün biraz aləmi qarışdırırlar. Ona görə də burada əziyyət çəkən sadə sıravi vətəndaşlar olur, idman seçimi edərkən çətinliyə düşə bilirlər. Ona görə yaxşı-yaxşı araşdırıb sonda qərar vermək daha məsləhətdir.